Salam əziz Elnews izləyiciləri. Bugünkü qonağımız Qafqaz İbero-Amerika Düşüncə Mərkəzinin sədri və İspan dili ölkələri üzrə ekspert Mahir Qurbanovdur. Xoş gəlmisiniz Mahir bəy. Hər vaxtınız xeyir olsun. Təşəkkür edirəm. Mahir bəy, ilk öncə soruşmaq istəyirəm ki, Qafqaz İbero-Amerika Düşüncə Mərkəzinin hazırda məqsədləri nədir? Ümumiyyətlə Azərbaycan mədəniyyətinin İspan ölkələrində, İspan dili ölkələrdə, yəni qitənin bir tərəfində olan ölkələrdə bu Azərbaycancılığın təbliğ etmək ümumiyyətlə nə qədər mühümdür sizcə? Düşünürəm ki, ilk öncə sizə təşəkkür bildirirəm ki, belə bir sual ünvanladınız. Düşünürəm ki, bu çox vacib bir spektrlərdən biri hesab olunur. Çünki Azərbaycançılıq ideologiyasını və lobbiçiliyin təmsilçiliyi, yəni bunun təbliğatı çox önəmli bir məsələlərdən biridir. Və Qafqaz İbero-Amerika Düşüncə Mərkəzi olaraq da bizim belə deyək, işimiz 3 mexanizmdən ibarətdir. Birinci mexanizm sırf olaraq Azərbaycançılıq ideologiyasının təbliğatıdır. Yəni İspan dilli ölkələrdə və İspaniyada və Latin Amerika ölkələrində. İkinci mexanizm məhz həmin ölkələrin, yəni İspan dilli ölkələrin mediası ilə, yəni kütlə informasiya vasitələri ilə güclü əməkdaşlıq etməkdir. Yəni biz sırf olaraq həmin ölkələrin kütlə informasiya vasitələrində mütəmadi olaraq çıxışlar edirik. Eyni zamanda orada fəaliyyət göstərən erməni provokatorların, erməni təxribatlarının qarşısını almağa çalışırıq. Mütəmadi olaraq İspan dilinə çıxışlar edib öz mövqeyimizi bildiririk, öz səsimizi bildiririk və üçüncü mexanizmdə təbii ki, inşallah müxtəlif yerli və beynəlxalq konferansların həyata keçirilməsidir ki, məhz bizimlə fəaliyyət göstərən, bizimlə işləyən koordinatorlar və müxtəlif əcnəbilər, hansılar ki, sırf olaraq bizimlə fəaliyyət göstərirlər, onların da həmin konferanslarda iştirak edir. Yəni, sırf olaraq Azərbaycançılıq ideologiyasının təbliğatıdır. Yəni, Qafqaz İbero-Amerika Düşüncə Mərkəzi olaraq, amma İspan dilli ölkələrdə. Anladım. Həmin o qeyd edildi kütləvi informasiya vasitələri. Məsələn, onlardan bir neçəsinin adını verə bilərsiniz? Məsələn, hansı? Təbii ki, biz məsəl üçün Mərkəzi Amerikada deyək ki, məsəl üçün Panorama El Salvador, Expression Mexico, Meksikada, eyni zamanda CNN İspan dili ilə başlayırıq əməkdaşlıq eləməyə, Honduras Dövlət Televiziyası, Çili, Peru, məsələn, aşağıda Çili, Peru, Kolumbiya, Ekvador, Guatemala, məsəl üçün yenə Mərkəzi Amerikada və eyni zamanda Argentina, müxtəlif, İspaniyanın özündə də müxtəlif həmin ölkələrin həm dövlət televiziyaları ilə, eyni zamanda da müxtəlif xəbər portalları ilə bizim əməkdaşlığımız var və bu strateji olaraq həyata keçirilir. Yəni biz baxırıq ki, hansı yerlərdə daha çox mühüm hesab olunursa, onun əsasında da biz həmən məqamları, həmən məqalələri çıxardırıq. Orada məsələn vurğuladınız kütləvi informasiya vasitələrində səviyyəmizdə CNN dediniz. CNN İspan dilində. CNN də bildiyim qədərilə erməni lobbisinin daha çox aktiv olduğu yerdir. Orada məsələn çox çətindir hal-hazırda. Onlarla mübarizə aparırsınız, nə olur? Bəli, hal-hazırda mübarizə aparır. Çünki biz hər zaman qeyd etmişik ki, bu müxtəlifliyə diqqətlə yanaşmaq lazımdır. Yəni ki, siz kütləvi informasiya vasitəsisə mütləq şəkildə neytral baxmalısınız. Əgər əvvəl bir konfliktimiz var idisə, indi təbii ki, biz sülh bağlamaq istəyirik və bu istiqamətdə də istəyirik ki, sülh bərqərar olsun. Amma əvvəllər biz qeyd edirik ki, əgər siz konfliktin, məsəl üçün deyək ki, 2-ci Qarabağ müharibəsi zamanı, siz konfliktin bir tərəfini dinləyirsiniz, amma konfliktin ikinci tərəfini dinləmək lazımdır və bunun əsasında təhlillər etdikdən sonra müəyyən bir proqramı, müəyyən bir reportajı qeyd eləməlisiniz. Məsələn, bu yaxınlarda Honduras Dövlət Televiziyasında çıxışlar etmişəm və çıxış etdiyim zamanda, məsəl üçün, Qarabağ məsələsi haqqında da müəyyən məqamları qeyd etdim. Amma onu da qeyd etdim ki, Honduras Kanal 11-də, yəni siz də bunu yayımlamışsınız, təşəkkür bildirirəm. Kanal 11-də Hondurasın Dövlət Televiziyasında ilk dəfə Azərbaycanla bağlı, Qarabağla bağlı veriliş edildi. Yəni biz bunu həyata keçirdik və dediyim qədərilə biz strateji olaraq baxırıq. Yəni baxırıq ki, əməkdaşlıq olaraq baxırıq. Bəli, əməkdaşlıq olaraq baxırıq ki, strateji olaraq hansı bütün ölkələrlə, yəni bütün bu İspan dilli bildiyiniz ölkələrlə biz fərq yoxdur. Ancaq İspan dilli ölkələrinə biz istəyirik ki, Azərbaycan haqqında məlumatlar dolğun və düzgün istiqamətlə yayılsın. Orada məsələn erməni lobbilərində Amerikada olduğu kimi, çünki Amerikada bildiyim qədərilə Los Angelesda güclüdür lobbi. Məsələn, orada güclü olan, yəni spesifik ölkələr varmı? Var. O məsələ haqqında da sizə məlumat verim. Deməli, təbii ki, bilirsiniz ki, İspan dilli ölkələrdə nəinki məsəl üçün Avropada, İspaniyada, eyni zamanda Latin Amerika ölkələrində də erməni lobbisinin məsəl üçün artıq əsrlərlə müəyyən bir fəaliyyəti var, müəyyən bir fəaliyyəti mövcuddur və spesifik ölkələr onlardır ki, məsəl üçün, yəni Argentinadır, Uruguaydır, Paragvaydır, məsəl üçün Çili, Peru, Kolumbiyanın özündə də və xüsusi olaraq da mən müxtəlif müsahibələrdə də qeyd eləmişəm, Meksikada bu gün
Suriya və Livan erməniləri. Məsələn, Suriya və Livan erməniləri xüsusilə öz belə deyək, ideyalarını təbliğ edirlər və bu istiqamətdə də yardımcı olurlar müxtəlif başqa ölkələrə. Məsəl üçün, onların bizim bir təhlilimiz var. Mən müxtəlif müsahibələrdə də bunu qeyd etmişəm. Bizim bir təhlilimiz əsasında belə bir məlumat əldə etmişik ki, ermənilərin, yəni erməni lobbisinin, yəni xüsusilə də Amerika Birləşmiş Ştatlarında məsələn qeyd etdiyiniz kimi Kaliforniyada, Los Angelesdə, bilirsiniz ki, Glendale məsələn orada ən çox ermənilər olduğunu. Orada artsaq abidəsi küçəsi var, amma təbii ki, onların artsaq küçəsi ola bilər. Amma təbii ki, bu küçə olaraq mövcud ola bilər, amma reallıqda belə bir mövcud deyil. Bizim də dəmir yumruğumuz var və biz o yumruğu da onlara göstərmişik. Məsəl üçün, onu qeyd etmək istəyirəm ki, məsəl üçün, belə bir məqsəd var onların, belə bir termin yaranmışdı. İspanlar buna deyirlər Triangul Armenio, yəni erməni üçbucağı. Üçbucaq siyasəti. Bəli, deməli, Amerika Birləşmiş Ştatlarında yaşayan və xüsusilə də İspan dilində fəaliyyət göstərən, İspan dilində danışan ermənilər yardımcı olurlar Latın Amerikada yaşayan ermənilərə ki, onlarda müxtəlif lobbiçilik fəaliyyətini davam etdirsinlər. Harada zəifdən, yəni ora... Bəli, maliyyəyə ayrılırlar. Latın Amerikada yaşayan deməli ermənilər yardımcı olurlar İspaniyada yaşayan ermənilərə və bu bir növ erməni üçbucağını həyata keçirirlər. Və bu təbii ki, mən dediyim qədərilə bu çox hal-hazırda qəliz bir məsələdir, amma buna baxmayaraq biz istəyərdik ki, belə bir mərkəzlər də təbii ki, çox olsun, İspan dilli ölkələrlə fəaliyyət göstərən mərkəzlər və bizim qərarımız belə gəldi ki, biz lobbiçiləri harda güclüdürsə ermənilərin, biz o istiqamətdə belə deyək, fəaliyyətimizi davam etdirək. Anladım. İndi özümün şəxsən maraqlandığım bir sual soruşmaq istəyirəm. Argentinada bildiyimiz kimi Javier Milei prezident seçildi və onun ümumiyyətlə gəlişi ilə mən deyərdim ki, Argentina həqiqətən son bəlkə də 150 ilə yaxındır ki, ən azından iqtisadi və siyasi cəhətdən deyərdim ki, çox pis vəziyyətdədir. Ən azından məsələn Falkland böhranından sonra çox pis vəziyyətdə düşdü. Ümumiyyətlə sizcə onun gəlişi ilə Argentina yüksəlişə təkan verəcəkmi? Çünki çox böyük radikal şəkildə dəyişikliklər etdi məsələn. Məclis nazirləri bağladı. Yoxsa o da sizcə bir populist siyasətçidirmi ümumiyyətlə? Düşünürəm ki, hansısa məqamda bu var. Hansısa məqamda bunu görmək olur. Populistliyini. Bəli, hansısa məqamda görmək olur, amma təhlil əsasında bunu görmək olar ki, təbii ki, ilk 5 ilində biz baxacağıq ki, bu istiqamətlər hansı formada həyata keçiriləcək və bunu da qeyd etmək lazım ki, bilirsiniz ki, Argentina bir növ, yəni həm Fransa kimi erməni pərəst dövlətdir və bizim təhlillərimiz əsasında biz belə bir qərar gəldik ki, gördük ki, məsəl üçün fərq eləmir, hansı prezident, hansı administrasiya gələcək Argentinada, onlar birbaşa Ermənistanla və orada fəaliyyət göstərən, yəni Argentinada fəaliyyət göstərən erməni lobbisi ilə birbaşa əlaqəlidir. Çünki niyə? Erməni lobbisi həm daha öncə qeyd etdiyim kimi Suriya, Livan erməniləri, Meksikada, Argentinada da müxtəlif, yəni Argentina lobbisinin Argentinada fəaliyyət göstərən təşkilatlar bir növ təsir göstərirlər. Həm kütlə informasiya vasitələrinə təsir göstərirlər, həm də siyasətlə məşğul olan insanlara, hakim təbəqələr birbaşa təsir göstərir. Niyə? Çünki müəyyən, belə deyək, düzgün olmayan seçkili yollarla əldə edilən məvacib əsasında onlar maliyyələşdirirlər həmən insanları. Və bunu da biz görəcəyik ki, bu istiqamətlər hansı formada həyata keçiriləcək. Bəs siz özünüz ümumiyyətlə hədəfləyirsinizmi, məsələn, o hakim təbəqələrlə əlaqə qurasınız? Çünki mən bildiyim qədərilə bir neçə səfirlərlə məsələn görüşlər keçirmişsiniz. Bəli. Biz baxırıq, dediyim qədərilə daha öncə strateji olaraq təbii ki, çətin ölkələr, məsələn, hal-hazırda qəliz ölkələr bizim üçün Argentinada şəxsən bizim apardığımız təhlillər əsasında lobby daha çox aktiv olduğu yerdə, amma biz yenə də oradan çalışırıq vuraq, yenə də oradan çalışırıq ki, fəaliyyətimizi göstərək. Bizim bəli, hal-hazırda hakim təbəqələrlə, məsələn, parlamentlə, məsələn, Ekvadorun müxtəlif parlamentlərlə əlaqələrimiz var, eyni zamanda administrasiyalarla əlaqələrimiz var, Kolumbiyanın özündə də, məsələn, Mərkəzi Amerikanın özündə də, İspaniyanın özündə də senatlarla əlaqələrimiz var və bu əlaqələr biz birbaşa şəbəkələşmiş formada yayırıq. Yayırıq ki, bizim vətənimiz haqqında düzgün və dolğun məlumatları verək və onlardan da birbaşa biz daha öncə dediyim kimi koordinatorlarımız var. Koordinatorlar yerli əcnəbilərdir, yəni yerli insanlardır. Onlar da bizə yardımcı olurlar ki, həmən təbəqələrlə biz birbaşa əlaqələr yaradaq. Təşəkkür edirəm Maya bəy, çox sağ olun bizə vaxtınızı ayırdığınız üçün, məlumatlandırdığınız üçün sizə iş illərə bizdə uğurlar arzu edirəm. Latın Amerikası və İspan dilli ölkələrimizdə. Çox sağ olun, mən də minnətdarlığımı bildirirəm sizə. Ümid edirəm ki, biz gələcəkdə də həm Qafqaz İbero-Amerika Düşüncə Mərkəzi olaraq, həm də EdNews olaraq da müxtəlif layihələrə, maraqlı layihələrə imza atarıq. Təşəkkürlər. Çox sağ olun.